Salam dostlar, mən yenə də sizlə Yusif. Bugünkü mövzumuz sonluqla bitiririk, sahə və perimetri. Riyaziyyat fənni bitiririk, keçəcəyik yanına. Hər hansı fiqurun sahə və perimetri olur. Məsələn, yenə də düz bucaqla götürək. Perimetr, yəni məsələn yazırıq bura 24, 24, 48, 48. 24 ilə perimetri odur ki, 24 üstəgələk 48 eləyir 72. Sahə isə odur ki, bir ədədi həmin, yəni eni uzuna vururuq. Sahə odur. Yəni 24 bıraq 48 bərabər 24'ü buranda 48'e, burada elə belə hesablayıram ki, bilək 32, 3 yadda, 8'i də vururuq 16, 9 yazır, 1 yadda, yazırıq 192. Üstə də gələk, 4 bölü 4, 16, 1 yadda, 4'də vururuq 2'yə, 8 eləyir, 1 yadda, aha, hesablayırıq. Elədik 1052. Aha, yəqin ki, başa düşdünüz. Bugünlük bu qədər, qurtardıq, sonra çatdırdıq. Sağ olun dostlar.